Çok sağ olun. Bugün yani əmimiz üçün əziz gündür. Yəni en azından biz şəhidlərin xatirəsini əziz tutmalıyıq. Ona görə də onların xatirəsi üçün yəni biz bu günləri sakitçilik də yaratdıq. Fuat müəllim, buyurun. Uşaqların çıxışları üçün sözlərinizi söyləyin. Ümid edirəm. Hər bir səhnənin hazırlanması üçün müəyyən vaxt lazımdır, müəyyən zəhmət lazımdır. Bunlar öz yerində. 26 fevral təbii ki, hər bir Azərbaycanlının qəlbində bir qanunu yaradır. Amma artıq biz 25 il Xocalsız yaşayırıq. Hər il bunu matəmlə qeyd eləməyi mən tərəfdarıyım. Biz artıq bunu çevirməliyik, uşaqlarımızı yetişdirməliyik hərbi vətənpərvərlik yolunda, qisas yolunda. Artıq bəs biz göz yaşamışıq. Biz bunu, bu əraziləri düşməndən azad etməliyik. Bunun üçün bizim güclü ordumuz da var. Bunu aprel döyüşləri, az qalıb bir qanun olsun, 4 günlük müharibə adı ilə tarixa düşən aprel döyüşləri özünü göstərdi. Biz 4 gündə əgər o qədər ərazi ala bildiksə, 40 gündə biz İrəvana edib çıxa bilərik. İnşallah mən əminəm ki, o gün çox uzaqlar deyil. Cənab Prezidentin rəhbərliyi altında biz o torpaqları tezliklə azad edəcəyik. Mən yenə də hər bir zəhmət çəkən müəllimlər, uşaqlarımıza, valideynlərimizə, balaca filanlarımızın bir daha təşəkkürümü bildirirəm. Gec gəldiyim üçün mən özümü sayın başqa bir tədbiri var idi. Ona görə gələ bilmədik. İnşallah davamlı olsun. Gözəl tədbirlərimiz davamlı olsun, matəm tədbirlərimiz deyil, daha gözəl tədbirlərimiz davamlı olsun. Qələbə tədbirini keçirək burada. Nəinki burada, Qarabağımızda. Sağ olun. Əziz valideynlər, indi İbtidailər adından, İbtidai sinif müəllimlər adından tamam müəllimə çıxış eləsin. Əziz uşaqlar, hörmətli valideynlər və gözəl, həmişə vətənpərvərlik ruhunda tədbirlər keçirən İlham müəllimə. Bugünkü tədbir çox gözəl idi. Yəni, əsl uşaqlar hiss edərlər ki, Xocalı adlı bir şəhər yoxdur və onlar öz istedadları ilə, öz şeirləri ilə bizlərə çatdırdılar ki, gələcəkdə hər birimiz Xocalı adlı şəhəri almaq üçün hazırıq. Buna görə mən sənə minnətdaram. Yəni, sənin həmişə tədbirlərin çox vaxt vətənpərvərlik ruhunda olur. Bu tədbirlər həmişə davamlı olsun. Sənə müəllimlik həyatında uğurlar arzulayıram. Allahdan sənə can sağlığı arzulayıram. Və valideynlərə çox sağ ol deyirəm ki, sənə bu tədbirin keçirilməsində kömək edir. Çox sağ ol Reyhan müəllimə. Sağ olun uşaqlar. Çox sağ olun. Əziz valideynlər, bugün sizlər mənimlə birgə bu tədbirin ərsəyə gəlib çıxmasında köməklik göstərdiniz. Amma xüsusi vurğulayıram, sizlərlə əvvəldə mənə çiyin mənlə bir yerdə bu tədbirin iştirak eləməsində, bugün ərsəyə çatmasında Rəhlə müəllimə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ ol Rəhlə müəllimə. Canınız sağ olsun. Neçə belə yeniyetmələr bırakasınız. Yəni, neçə belə yeniyetmələri əsl vətənpərvər ruhda böyüdəsiniz. Allahdan sizə can sağlığı arzulayıram. Yəni, gününüz olsun görəsiniz nəvələrinizi. Yəni, mənə elə gəlin ki, bunların hamısı sizin nəvələrinizdir. Baxmayaraq ki, bir dənə nəvəmiz vardır. Amma mənə elə gəlin ki, siz nə qədəsini bırakırsınız, hamısında uşaqları əsl vətənpərvər gibi görmək istəyirsiniz. Yəni, o ruhda dərbəlendirirsiniz. Hamınıza, o cümlədən Xəyalə müəllimə, sizə də xüsusən təşəkkürümü bildirirəm. 2 gün mənlə bəlkə də deyərəm ki, o evə getmədi. O qarlı günlərdə, yəni əsl o fevralın
lap soyuq günlərində mənlə bir yerdə çiyin oturdu. Yəni biz ssenarini qurduq, düzdük qoşduq. Yəni bu günləri doğrudan da mənlə bir yerdə çiyin iştirak etdiklərinə görə hər birə xüsusi təşəkkürümü bildirəm. Sanki elə bil ki, mən bunların çıxışlarını gördüm, heç yorulmamışam. Heç yorulmamışam. O mənada ki, yəni mən bunların gələcəyini parlaq görürəm. Düzdür, biraz maşallah nadinclərimiz var, amma əsl vətənpərvər orada böyüyür bu balalarımız. Mən əminəm ki, bunlar inşallah gün o gün olacaq, biz itirdiyimiz torpaqları geri alacağıq. Sizə uğurlar arzulayıram uşaqlar. Can sağlığı arzulayıram. Ailənizlə birlikdə olmağı arzulayıram. İndi isə mən sizə dünən demişdim ki, sizdə bir sürprizim var. Demişdim. Bugünləri ən gözəl, yəni çıxış edən şarkılarına düzdür seçməmişəm. Hamınız üçün çalışmışam. Xüsusi bir balaca sizin üçün balaca deyil əslində. Bu diplom elə bir diplomdur ki, siz məktəbi qutaranda da bunu xatırlayacaqsınız. Amma çalışın, yəni bunun dəyərini biləsiniz. Aydındır uşaqlar, hamınıza çox sağ ol deyirəm. İndi bir diplom. Valideynlər alqışlar.